Hə, yatmısınız yoxsa oyaqsınız? Xəyallarınızda itmisiniz siz də. Bəlkə də buna qulaq asan olub. Bəlkə də heç mahnının adını bilən də yoxdur. Deyir ki, bəzən iki insan arasında iplər qopa bilir. Kimlərinsə əli ilə də ola bilir, özləri tərəfdən də ola bilir. Amma necə olur ki, bir-birlərindən ayrılmayan, gecədən səhərə kimi, səhərin hava işıqlanmasına qədər eyni xəyallara bölüşən insanlar bir-birlərinə o dərəcədə uzaqdırlar ki, sanki get səni istəmirəm. Mahnının sözlərində kimi. Heç eşitmədim. Amma nədənini də belə bilmirsən. Bəzən hər şeyə tüpürüb, hər şeyi silib çıxıb getmək istəyirsən, arasa. Ruhunu burada qoyursan, gah bədənin gedir, gah bədənin qalır, ruhun itir. Bilirsiniz nəyə görə? Çünki insan bir dəfə ruhunu birinə bağlayanda başqa ikinci nəsə bir şey düşünə bilmir. Ya işlərinə diqqət ayıra bilmirsən, ya özünə. Dənizdə sal kimi sağa, sola sorulursan. Dalğa aparırsan.